danışacağıq sizə. O da faktdır ki, Gürcü xəngəlini ölkəmizdə də sevirlər və məmnuniyyətlə yeyirlər. Bəs bu xəngəlin hazırlanma qaydası necədir, necə ərsəyə gəlir? Bax, bu haqda sizə əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. Havalar soyuqlaşan kimi xəmir xörəklərinin mövsümü də başlayır. Desək, yəqin hər kəs razılaşar bizimlə. Xüsusilə də Gürcü mətbəxinin şah yeməklərindən sayılan xəngəlin. Xəngəli hər evdə, hər mətbəxdə hazırlamaq göründüyü kimi də asan olmur. Xəngəl ustası Gürcüstanlıq Dado Yeşbili də belə deyir. Xəngəlin məhz niyə Gürcülərin adı ilə bağlı olduğunu və onların yaxşı pişirdiyini soruşuruq ustadan. 20 yaşından xəngəl ustası işlədiyini deyən Dado bunun təfərrüatlarını danışır bizə. Xəngəl Gürcü mətbəxinin ən məşhur xəmir yeməklərindən biri olsa da, bu yeməyi Azərbaycanda da çox sevilir. Ancaq bu yeməyi hər kəs yaxşı hazırlaya bilmir. İndi yanımızda Gürcü xəngəlini hazırlayan məşhur ustalardan biri olan Data ustadır. O bizə xəngəlin necə hazırlanması haqqında məlumat verəcək. Buyurun, zəhmət olmasa. Biz hazırladığımız xəngəli əvvəlcə əti ət çəkən maşından keçirib, üzərinə soğan və duz əlavə edilir. Bundan sonra digər ədviyyatları ona qatılır. Hansı ki, bu məhsullar Bakıda tapılmır. Bax, buna görə xəngəli heç kəs bizim kimi hazırlaya bilmir. Usta deyir ki, həm də xəngələ lazım olan o ədviyyatların Gürcüstanda hazırlanması biz Gürcü ustaların işini biraz da asanlaşdırır. Xəngəlin dadlı alınması üçün üzərinə zövqə görə əridilmiş yağ tökülür. Qızardılmış qiymə ət qoyulur və sarımsaqlı qatıqla birgə süfrəyə verilir. Daha damlı olması üçün ətli qiyməni hazırlayarkən sonunda bəzən isti suda ısladılmış zəfəran da qatırlar. Gürcü xəngəlinin pərəstişkarları üçün bir xüsusiyyətli qış fəsli. Elə özləri də təsdiqləyirlər ki, bu fəsli sevməyimizin bir səbəbi də Gürcü xəngəlinə olan sevgimizdir. Gündə də həmişə gəlirik burada Gürcü xəngəl yeməyə. Gürcü xəngəl yaxşı olduğuna görə həmişə gəlirik bura. Buranın xəngəli çox dadlıdır. Həm də ki, Gürcü bişirdiyinə görə usta Dado bişirir burada xəngəli. Çox qəşəngdir, yaxşıdır. Bu da usta Dadonun əl qabiliyyəti. Artıq xəngəl hazırdır. Bizə gələn müştərilər əsasən Gürcü xəngəlinə gəlirlər. Yəni bişirən də ki, Gürcüdür. Çörək çörəkçidə, əkin əkincidə, olanda abad və dadlı olar deyirlər. Yeməklər də belədir. Hansı xalqa məxsus olmasının asılı olmayaraq, əgər peşəkar və sevgi ilə hazırlanarsa, orada dadda, ləzzət də olar. Süfrənizin çeşidli və dadlı yeməklərlə bol olması arzusu ilə Rəşad Vəkiloğlu, Sultan Məmmədov Space. Az